Salam, hər vaxtınız xeyir. Bu günləri bu faizə aid quizin izahına baxacağıq. Birinci sualımızdan gərək baxaq. Bir ədədin 30%, digərinin 75%-nə bərabərdir. Bir ədəd x olsun. X-in 30%-ni tapanda x 30-a vurub 100-ə bölürük. Bərabərdir. Digər ədədin 75%-nə y vur 75 bölünsün 100. İndi bunu həll eləsək, məxrəclər eyni bərabərdirsə, deməli sürətlər də bərabərdir. Yəni məxrəc yazmasaq da ehtiyac yoxdur. Bərabərdir 75 y. Hər tərəfin bunu 15-ə ixtisar eləsəm, burada 2x qalır. Burada da 15-ə böləndə 5y. Belə olanda x olur y-in əmsalı 5k, y də bərabər olur 2k-ya. İndi bizə deyir kiçik ədəd 36-dır. Kiçik ədəd 2k olandır. 2k bərabərdir 36-ya. Deməli, k neçə oldu? 18 oldu. Böyük ədədi tap. Böyük ədədimiz 5k olan idi. 5 vurulsun. K-nın da cavabına 18 tapmışıq. 18. Bu da bərabərdir 90-a. Cavab oldu birinci sualda C variantı. Gələk ikinci sualımıza baxaq. İkinci suala. Bir sahədəki çayı 5 adam 34 günə yığırsa, sahədə çay var. 5 adam neçə günə yığır? 34 günə. 10 nəfər neçə günə yığar? 10 nəfər 10 adam olsun. Bu da x günə. Deməli, 5 adam 34 günə yığarsa, 10 adam, yəni 5 nəfər də buna köməyə gəldi. Deməli, daha tez qutaracaq. Onda görürsən, adam artanda gün azalır. Deməli, tərs mütənasibdir. Qabaq-qabağa vurmaq lazımdır. X vurulsun 10 bərabərdir 5 vur 34. X da bərabərdir 5 vur 34. X-in yanındakı məxrəcə salaq. Bir dəfə, 2 dəfə. 2-nin içində 2, bir dəfə, 17 dəfə. Deməli, neçə günə görər? 17 günə. Tənasibi qurandan sonra özün fikirləşməlisən ki, bu qabaq-qabağa mı vurulur, çarpaz mı vurulur? Baxdım ki, adam sayı artanda gün azalır. Deməli, bu tərs mütənasib. Tərs mütənasib isə qarşı-qarşıya vurulur. Cavab oldu 2-də B variantı. Üçüncü sualımıza gələk baxaq. Bizə deyir ki, 4-də x ifadəsi x-in neçə faizini təşkil edir? Ədədi faizə çöndürəndə 100-ə vururuq. Bir dəfə, 25 dəfə. 25 faizini təşkil etmiş olur. Gələk dördüncü sualımıza baxaq. Deyir ki, 8 limon aldığı məbləğə 5 limon satır. Məsələn, belə eləyək. 8 limonu alsın 40 manata. 40 manata. Onda 1 limon düşdü 5 manata. 1 limon neçə manatdır? 5 manatdır. İndi deyir ki, bu aldığı, verdiyi pula 5 dənə limon satır. Yəni, 5 limonu satırsa 40 manata, deməli, bir dənə limonu satır bu adam 8 manata. 8 manata. İndi 5 manata almışdı, özü 8 manata satdı. Görək nə qədər qazanc əldə edib. 5 manat 100%-dirsə, 8 manat x faizdir. X bərabərdir. 8 vur 100 bölünsün 5. Bir dəfə 20 dəfə. Oldu 160%. X-in cavabına neçə tapdıq? 160. Bayaqdan 100 idi, indi olub 160. Nə qədər gəlir əldə edib? 60% gəlir əldə edib. 4-də cavab oldu A. Gələk 5-ci sualımıza baxaq. Görək 5-də nə deyir? 5-də deyir tənasibi tap. 7-də 3 bərabərdir. Sürətdə 12. Məxrəcdə 5x üstəgə 8. Kəsr xətti ilə olanda çarpaz vurulur. 15x üstəgə 24 bərabərdir. 7 dəfə 2, 14, 4 bir yadda 84-də. 15x bərabərdir. 84-dən 24 çıxanda 60. X bərabər oldu 4-də. Cavabımız E bəndi. 6-cı sualımıza deyir ki, 15 kitabın qiyməti 180 manatdır. 15 kitabı oxunan apardıq 180 manata. 20 kitabın qiymətini tapın. 20 kitabda x. Çarpaz vuranda x-in tuşundakında məxrəcdə yazaq birbaşa 20 vurulsun 180. 5-ə ixtisar aparanda 3, 5-ə ixtisar aparanda 4, bir dəfə 60 dəfə. 6, 240 manat. 60-ı 4-ə vuranda 240. 240 manat cavabı oldu C variantı 6-cı sualda. Gələk baxaq 7-yə. 400-ün 60%-ni tap. Çox sadə sualdır.
400 vur 60 böl 100. Faizi göstərənə vurub 100-ə bölüb. Bir dəfə, 4 dəfə. Cavab oldu 247 A variantı. 8-ci sualımıza gələk. 5-də 3 bölünsün 7-də 4 bərabərdir. X böl 6-da 2. Çarpaz deyəndə kənar ədlərin hasili ortanın hasilinə bərabərdir. 7-də 4x bərabərdir. 5-də 3 vurulsun 6-da 2. İxtisarımıza baxaq. Bir dəfə, 2 dəfə. Bununla da bu 7 qaldı 5-də 1. 7-də 4x bərabərdir 5-də 1-ə. Tərsinə çönür x-i tapanda. X bərabərdir 5-də 1 böl 7-də 4 vur tərsinə 4-də 7. X da bərabər olur 20-də 7-yə. Cavab da oldu D variantı. Gəldik 9-cu sualımıza baxaq. Deyir, hansı ədədin 30% 36-ya bərabərdir? Bunu elə hansı ədəd sözünün yerinə x da yaza bilərik və yaxud faizinə görə ədədi tapanda ədədi axtarırıqsa hansı ədəd? Faiz işarəsi olan məxrəcdə olur. Bölünsün 30%. Bu sıfırla bu sıfırı 10-a ixtisar eləyək. Bir dəfə 12, 12-nin 10-a vuranda 120. Cavab oldu 120, C variantı 9. Gəldik 10-cu sualımıza baxdıq. Düzbucaqlının oturacağını 20% azaltsaq, enini 10% artırsaq sahəsi necə dəyişər? Düzbucaqlı məsələlərdə deməli, düsturumuzla da yaza bilərik və yaxud da ki, ədəd də götürüb yaza bilərik. Amma məncə düsturumuzla yazaq. Deyir ki, oturacağını 20% azaltsaq, enini 10%, düzbucaqlının oturacaq olmalı deyil deyə burada uzunluğu eni olmalıydı. 20% azaldanda 20-ni mənfi ilə götürək, 10-u müsbətlə. 10 çıxılsın 20, yuxarı mənfini müsbətə vuranda 10 vurulsun 20, bura mənfi. Bizim düsturumuz yadınızda da bura ilə bura üstə gəldi, x üstə gəl, y üstə gəl, x, y sürətdə bölünsün 100. Demişik ki, sahə məsələlərdə bundan həll olur. Biri mənfi, biri müsbətli deyə buranın işarəsi dəyişdi. Azaldanı mənfi ilə götürür, çoxaldanı müsbətlə. Oldu mənfi 10. Bunlar da getdi. 1 2-yə vuranda 2 çıx 2. İşarələr eynidir, toplanılır, qabağına mənfi qoyulur. Mənfi 12. Yəni 12% azalar. Müsbət olsaydı artar deyəcəkdik. Cavab oldu 10-da A variantı. Yəni 11-ci sualımıza baxaq. Deməli, 11-ci sualda deyir ki, 0,2 ədədini faizlə ifadə et. Ədədi faizə çöndərəndə 100-ə vurmaq lazımdır. 100-ə vuranda vergül 2-dən geri çəkilir və yaxud da adi kəsrə çevirib də vura bilərik. 100-lə 100 gedər, 2 qalar. Cavab oldu C variantı. 12-ci sualımıza 300 ədədini 12% artırdılar. 300-ü 12% artırdılar. Normal faizin 100'dür. 112 artıranda 112 oldu faizin. Və salam 300'ün 112%'ini tapdıq bölü 100. Bir dəfə, 3 dəfə 336. Cavab oldu B variantı. Gəldik 13-cü suala baxdıq. 20% ziyanlı 600 manata satılır. 20% ziyan o deməkdir. Yəni faizin düşdü oldu 80%. Yəni 20% itkiyə getdi də ziyanı. Deyir ki, 600 manata satılır. 20% ziyanlı, yəni 80% 600 manata satılır. Malın maya dəyərini tap. Normalda maya dəyəri 100% olmalıydı da. Bu ziyan eləyib 80-ə düşüb. Buna da x qoyduq. X-in tuşundakı məxrəcdə yazdıq. Sürətdə isə 100 vur 600. 20-yə gedəndə 4, 20-yə getsin 5. Bir dəfə 600-ü 4-ə böləndə 150. Bu da oldu x bərabərdir. 15-i 5-ə 75. Sonunda da 2 dənə 75, sonunda 1 0. 750. Cavab oldu B variantı. Gələk 14-cü sualımıza baxaq. 14-də. Deyir ki, 20% xeyirlə 300 manata satılır. Yenə 20% xeyirləndirsə, faizimiz artdı oldu 120. Neçə manata satılır? 300 manata. Satılan malın alındığı qiyməti tap. Alındığı qiymət normalda 100% olmalıydı. Bu da x. Yenə x-in tuşundakı məxrəcdə olsun 120, 100 vurulsun 300 də yuxarıda oldu. Bu sıfırla bu sıfırı silək. 3-ə böləndə 4, 3-ə böləndə 100, bir dəfə 25 dəfə, 25-i 10-a vuranda 250. X bərabər oldu 250-yə.
Cavab oldu C variantı 14-də. 15-ci sualımıza baxaq. 220 manata alınan bir kitab 264 manata satılarsa neçə faiz qazanc əldə edib? Normalda ilkin verilən ədəd 220-ni 100% qəbul edirik. İndi bu deyir ki 264 manata satılıb. 264-dən də deməli burada 264-dən də neçəyə gəlirik? X-a. Yenə X-imizin şundakı məxrəcə yazaq. 264 vurulsun 100-ü də yuxarıda yazaq. Bu sıfırla bu sıfırı silək. 2-yə 132, 2-yə 11. 11 də 11-ə bir dəfə. 12 dəfə. 11-ə 12 düşdü. 12 sonunda da bir sıfır 120. Cavab oldu 120. Bayaq 100 idi. X-in də bax görürsünüz. Burada 100-dür. X-in cavabına 120 tapmışıq. Neçə faiz artıb? 20% artım olar. C variantı. 20% C variantı. Gəldik, baxdıq 16-cı sualımıza. 250%-i ədədə çevir. Bilirik ki, faizi 16-cı sualdır. Faizi ədədə çevirəndə 100-ə bölmək lazımdır. Ədəddən faizə keçəndə 100-ə vururuq. Faizdən ədədə keçəndə 100-ə bölürük. 2,5. 25-i 10-a böləndə 2,5. Cavabımız C variantı. 17-ci sualımıza baxaq. Deyir ki, 198 ədədi 1, 2, 3 ilə tərs mütənasib hissələr ayrılıb. Tərs mütənasib deyəndə tərslərini yanına K yazıb toplayırıq. Üstəgə 3-də 1K bərabərdir 198-ə. Ortaq məxrəc 6-dır. Buranı 6-ya vurarıq. Buranı 3-ə, buranı da 2-yə. 6 burada, 3 burada, 2 burada. Deməli 9, 11. 11K bərabərdir 198-ə. K da bərabərdir 198 bölü 6-da 11. Vur tərsinə 11-də 6. Deməli bu bir dəfə. Bu 18 dəfə. 6 və 8, 48. 8 yazaq 4 yadda 108. K-nın cavabına neçə tapdıq? 108 tapdıq. Alınmış ədədlərdən ən kiçiyini tapın. Ən kiçiyi 3-də 1 olandır. Çünki bu 1-də 1-dir. Bu 2-də 1-dir. Bu 3-də 1-dir. Sürətlərə eyni olan kəsirdə məxrəci kiçik olan böyükdür. Yəni ən kiçiyi 3-də 1 K idi. K-nın da cavabına tapmışıq 108. Bir dəfə. 3-ün içində 3. Bir dəfə. Rəqəmlər cəmi 3-ə bölünsə 3-ə gedir. 36. Alındı. Ən böyük, ən kiçik ədədimiz 36 olar. Ən kiçiyini tapın. Ən kiçiyini tapın. Deməli, neçənci sual idi? Ən 36 B bəndi, 17 B bəndi. Düzdür. Variantımız var. Elə bildim variant yoxdur. 18-ə gələk, baxaq. 20 kiloqram 15%li duz məhluluna nə qədər duz əlavə etmək lazımdır? Deməli, duz məhlulunun düsturunu yazaq. M1 P1 üstəgəl M2 P2 bərabərdir. Mötərizədə M1 üstəgəl M2 vurulsun ümumi P. İndi gəlin baxaq. M1 P1 bizdə 20 kiloqram 15%li. 20 vur 15%. M1 burada 20-dir, P 15-dir. Nə qədər duz əlavə eləyək? Bilmirik nə qədər. X. M2-mizin cavabı oldu X. Duzdursa duzun faizini bilirik ki 100-dür. Bərabərdir. Mütərizədə M1 üstəgəl M2, yəni 20 üstəgəl X vurulsun deyir neçə faizli olsun? 20% alınsın. Vurulsun 20. İndi bunu həll eləyək. Oldu burada deməli 300 üstəgə 100x bərabərdir. 20-ni 20-yə mütərizənin çölündəkinin hər birinə vursam 400 üstəgə 20-ni x-a vuranda 20x. X-lar bir tərəfə getsə 100x-dan 20x çıxanda qaldı 80x bərabərdir. 400-dən 300 çıxanda 100-ə. X da bərabərdir. 100 bölünsün 80. 20'ye 4'ü 20'ye 5. 1 tam 4'te 1. Bu da 1 tam 25 deməkdir. Cavab oldu A variantı. Gəlib 19-cu sualımıza baxaq. 19-a. 60 ədədi 2, 3 və 7 ilə düz mütənasib hissələrə bölünüb. Yazdıq. 2K üstəgə 3K üstəgə 7K bərabərdir 60. 12 dənə K bərabərdir 60, K bərabərdir 5-ə.
Bizə deyir, alınmış ədədlərdən kiçiyini tapın. Kiçiyi 2K olduğuna görə 2 vur 5 cavabımız eləyər 10. 20-ci sualımıza baxaq. Deyir, A bölü 4, B bölü 5. A bölünsün 4 bərabərdir. B bölünsün 5. O da bərabərdir. C bölünsün 6. Olarsa A plus B plus C də 30'dur. A üstə gəl, B üstə gəl, C bərabərdir 30. Buradan gəlib baxsaq, A bərabərdir hər bir ki ədəd özünün məxrəcinin K-sıdır. A 4K-dır, A-nın yerinə 4K, B-nin yerinə 5K. Niyə belə yazırıq? Çünki bax 4K-nı 4-ə böləndə K qalır. 5K-nı 5-ə böləndə K qalır. 6K-nı 6-ya böləndə K. Həqiqətən də üçü də bir-birinə bərabər olur. Üstə gəlinsin. C-nin yerinə 6K bərabərdir 30-a. 15K bərabərdir 30. K bərabər oldu 2-yə. Bizə deyir ki, A-nı tapın. A bizdə 4K olduğuna görə 4 vur 2. Cavabımız oldu 8. Bu da oldu 8-ci nə variantıdır? Baxın, görün bizdə 8Y variantı. Deməli, oldu. 20-ci sualın da cavabı E variantı. Bu qədər.